Salam. Bugün biz sizlə texnologiya fənnində 8-ci sinifdə keçirilən 6-cı mövzu ağac üzərində bədii yandırma texnologiyasını keçəcəyik. Bədii yandırma ağac məmulatlarının bəzədilməsi üçün nəzərdə tutulan dekorativ sənət növüdür. Yandırma üsulu ilə suvenir, mebel, kiçik oduncaq məmulatlarının üzərinə naxış salınır. Təsvirlərdə gördüyümüz hansısa bir oduncağın üzərinə canavar təsviri salınıb. İkinci şəkildə daxıl sandıqça, onun da üzərinə yandıraraq çiçəklər təsviri salınıb və növbəti şəkildə isə doğrama taxtasının üzərində yeni il tematikalı bir təsvir salınıb. Ağac üzərində bədii yandırma hansı alətlə yerinə yetirilir? Bədii yandırma elektrik ucluqlu olan qələm vasitəsilə yerinə yetirilir. Evdə və texnologiya dərslərində yandırma xüsusi cihazın elektrik yandırıcısının köməyi ilə aparılır. Elektrik yandırıcısı şəkil 2-də göstərilib. Gövdədən, yəni bu qırmızı olan gövdədir. Birləşdirici naqillərdən 2 rəqəmi ilə işarə olunub. Bunlar, bir də bunlardır. Plastik tutqacdan bu hissəsidir. Plastikdən ona görə onu plastikdən ediblər ki, əlimizdə tutarkən əlimizi yandırmasın. Tutduğumuz hissə əlimizi yandırmasın. Amma ucluqları isə bərkidilmiş közərən ucluq bu hissəsidir. İbarətdir. Ucluğun temperaturunu tənzimləməsi elektrik qızdırıcısının tənzimləmə qulpu ilə bu hissədir. Qulpu ilə yerinə yetirilir. Yəni biz dərəcəsini çoxalda bilərik, azalda bilərik. Düzdür, bəzi elektrik yandırıcılarında temperatur tənzimləməsi olmur, qulpu olmur, amma dərslikdə verilən elektrik yandırıcısının temperatur tənzimləyicisi var. İstehsalatda bədii sənət emalatxanalarında yandırma ilə naxışsalma məişət və sənaye cihazları ilə, eləcə də elektrik yandırıcısına taxılan müxtəlif ucluqlarla aparılır. Yandırıcının ucluğu elektrik cərəyanı keçdikdə közərən xüsusi ərintidən hazırlanır. Yəni, metallardan olan ərintilərdən istiliyə davamlı olan və elektrik ötürücü olan xüsusi ərintidən hazırlanır. Elektrik yandırıcısı ən müxtəlif naxış və təsvirlərin salınması üçün nəzərdə tutulmuş ucluqlar dəsti ilə təchiz edilib. Burada göstərilən bu ucluqlardan ibarətdir dəst. İstənilən hamar və quru oduncaq səthi üzərində yandırmanı yerinə yetirmək mümkündür. Yəni bu o deməkdir ki, hamar yəni çirkdən, tozdan, digər liflərin çıxıntılarından təmizlənmiş, sumbata kağızı ilə təmizlənmiş, qurudulmuş daha doğrusu və təmizlənmiş oduncağın üzərində yandırmanı yerinə yetirmək mümkündür. Lakin ilkin öyrənmə mərhələsində toz ağacı, ağcaqovaq, qızıl ağac, cökə, şabalıt oduncağından və oduncaq materiallarından istifadə etmək olar. Oduncaq materialları, yəni bura faner də aid ola bilər və digər konstruktiv oduncaq materialları da aid ola bilər. Yetər ki, toz ağacı, ağcaqovaq, qızıl ağac, cökə, şabalıt ağacından istehsal olunsun onlar. Bu növ oduncaqlar açıq rəngə, yəni yuxarıda adlarını çəkdiyim oduncaqlar açıq rəngə, bir cinsli quruluşa malik olduğu üçün yandırılan yerlər tez və bərabər kömürləşir. Təsvir aydın və ifadəli olur. Əgər biz digər oduncaqlardan istifadə etsək, bu zaman oduncağın teksturasından və yaxud rəngindən asılı olaraq təsvir istədiyimiz nəticəni verməyə bilər. Ona görə də
mütləq bu ağaclardan istifadə edib tez və bərabər kömürləşən, aydın və ifadəli bir təsvir ala bilərik. Təsviri yandırmazdan əvvəl məmulatın səthi, yəni yandırmazdan əvvəl bu edilir. Məmulatın səthi əsaslı surətdə sumbata kağızı ilə cilalanır. Cilalanmış səthə yandırılacaq təsvir köçürülür. Ən çox yayılmış üsul təsvirin sürət çıxarma kağızı vasitəsilə köçürülməsidir. Sürət çıxarma kağızı birazdan mən əyani şəkildə sizə video izlədəcəm və orada görəcəksiniz ki, sürət çıxarma kağızından necə istifadə edib əvvəldən axıra kimi təsviri necə hazırlamaq olar. Təsviri köçürmək üçün bütün xətlərin üzərindən karandaş və ya deyircəkli qələmlə cızılır. Burada ardıcıllıq var, o ardıcıllığa diqqət yetirmək lazımdır. Deməli, təsviri yandırmazdan əvvəl, burada əvvəl sözü birinci açar sözdür. Səthi əsaslı surətdə sumbata kağızı ilə cilalayırıq. Cilalanmış, bu ikinci açar sözdür. Cilalanmış səthə yandırılacaq təsvir köçürülür. Üçüncü açar söz isə sürət çıxarmadır. Yəni, ən çox yayılmış üsul təsvirin sürət çıxarma kağızı vasitəsilə köçürülməsidir. Hətta burada belə bir deyərdim ki, köçürülməsi də üçüncü açar sözdür. Təsviri köçürmək üçün bütün xətlərin üzərindən karandaş və ya digər dircəkli qələmlə, bu da artıq dördüncü sözdür. Deməli, burada 4 mərhələdən, 4 cümlədən ardıcıllıq ibarətdir. Birinci, yandırmazdan əvvəl. İkinci, cilalanmış. Üçüncü, sürət çıxarma ilə köçürülməsidir. Dördüncü isə xətlərin üzərindən karandaşla cızılır. İndi sizə o videonu izlədəcəm. Oduncağın üzərində yandırmanı yerinə yetirmək üçün İlk öncə internetdən fikirləşdiyimiz təsviri yükləyirik, xüsusi proqrama yerləşdirib ona ölçü veririk və daha sonra onu A4 vərəqində printerdən çıxarırıq. Sonra bizə lazım olacaq surət köçürmə kağızı. Surət köçürmə kağızını yerləşdiririk yağlı tərəfi oduncağın üzərinə olmaq şərti ilə. Üzərinə də onun çıxartdığımız təsviri yerləşdirib bərkidirik ki, sürüşməsin, təsviri çəkərkən, konturlarını çəkərkən və konturları sadə qələm ilə köçürürük oduncağın üzərinə. Daha sonra elektrik yandırıcısı ilə həmin o konturların üzərindən gedərək, xüsusi texnikalardan istifadə edərək biz təsviri yandırmış oluruq. Bədii yandırma üçün əsas qaydalar bunlardır. Yandırma üçün pəstahı hazırlayın. Qaydanın birincisi budur, hazırlayın. Təsviri çəkin və ya onu sürət çıxarma kağızı vasitəsilə köçürün. Deməli, təsviri ya biz əlimizlə, sadə qələmlə oduncağın üzərinə çəkə bilərik və yaxud da hər hansı bir məmulatın üzərinə çəkə bilərik və yaxud da sürət çıxarma kağızından istifadə edərək videoda gördüyünüz kimi sürəti köçürmək olar. Karandaşı tutduğunuz üsulla ucluğu olan tutacağı götürün və elektrik yandırıcısını şəbəkəyə qoşun. Yəni, biz karandaşı qələmlə yazı yazarkən, karandaşla çəkərkən necə tuturuq əlimizdə? Tutacağı o formada əlimizə alıb və elektrik yandırıcısını şəbəkəyə qoşuruq. Pəstahın hazırlandığı oduncağın tullantıları üzərində ucluğun qızmasını tənzimləyin. Tullantıları üzərində ucluğun qızmasını tənzimləyin. Tənzimləmə dəstəyi var idi orada. Qulpu var idi, onun da tənzimləyirik. Yoxlamaq üçün bir neçə ştrix çəkin. Yəni, biz çəkəcəyimiz o məmulatın üzərində deyil, kənarda olan, eyni oduncaqdan olan bir tullantı parçanın üzərində bir-iki çızıqlar atıb, xətlərin qalınlığını, nazikliyini yoxlayıb başlayırıq işə. Düz oturun, ucluğun üzərinə çox əyilməyin. Yəni, bilirsiniz ki, oduncaq yanarkən ondan müxtəlif oduncaqlardan müxtəlif tüstülər, iylər çıxdığına görə, yəni fərq etmir. Tüstü çıxarkən bizim nəfəsimizə getməsin deyə biz görəcəyimiz işin üzərinə çox əyilmirik. Düz otururuq və otağın havası dəyişdirilir, tez-tez dəyişdirilir. Tutacağa bərk basmayın.
közərmiş ucluğu bir nöqtədə çox saxlamayın. Buradan da ardıcıllıqlar düşəcək. Közərmiş ucluğu bir nöqtədə çox saxlamayın. Yandırıb kömür etməkdənsə az yandırmaq daha yaxşıdır. Məmulatın səthi üzərində yandırılmış təsviri olduğu kimi saxlamaq, karandaş, flomaster, sulu boya ilə rəngləmək və laklamaq olar. Deməli, olduğu kimi saxlaya da bilərik və üzərini laklaya bilərik. Amma əlavə olaraq daha da canlandırmaq üçün, üç effekt vermək üçün ona biz rəngləyə də bilərik. Karandaş, flomaster, sulu boya və hətta akril boyası ilə də rəngləyərək quruduqdan sonra laklamaq olar. Elektrik yandırıcısı ilə təhlükəsiz iş qaydaları. Cihazı şəbəkədə ancaq müəllimin icazəsi ilə şəbəkəyə qoşun. Qoşmazdan əvvəl iş yerindən kənar əşyaları yığışdırın. Ümumiyyətlə biz demişik ki, hər hansısa bir emal növünü yerinə yetirdikdə kənar əşyalar iş masasının üzərində olmamalıdır. Alət və tərtibatları və materialları masanın üzərində saxlayırıq. Əllərinizi və paltarınızı közərmiş ucluqla təmasdan qoruyun. Cihazı elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamayın. Yəni, nəzarətsiz saxlamaq olmaz. Əgər hər hansısa bir səbəbdən biz oturduğumuz yerdən durub harasa getməliyiksə, nə etməliyik? Bu zaman cihazı söndürməliyik. Elektrik şəbəkəsində qoşulu vəziyyətdə saxlamayın. İşi qurtardıqdan sonra, artıq işi qurtarmışıq, cihazı söndürün, elektrik çəngəlini şəbəkədən ayırın. Cihazın soyumasını gözləyin. Yəni, dərhal o cihazı yığışdırıb yerinə qoymaq olmaz. Çünki közərən ucluq hələ də isti olduğuna görə qutusunu yandıra bilər və yaxud da hər hansı bir əşyanın üzərinə qoyacaqsa və yaxud da harasa qoyacaqsa, orada istilikdən xəsarət verə bilər. İşlədiyiniz otağın havasını tez-tez dəyişin. Yəni, bu bizim sağlamlığımız üçün çox vacib bir hərəkətdir. Otağın havası ümumiyyətlə iş gördüyümüz müddətdə açıq pəncərə qarşısında masa olmalıdır və yaxud da açıq nəfəslik olmalıdır otaqda ki, otağın havası dəyişdirilsin.